Salamlar, Assalamu alaikum. Kanalıma hoş gelmişsiniz. Axır ki gözlədiyim Misirdən gəldi, mallarımız gəldi. Axır ki Misirdən gələn mallarımız yəni gəldi. İndi göstərmək istəyirəm sizə nələr gəlibsə, özüm də hələ bilmirəm. Biraz yaxınlaş, zəhmət olsun xanım. Yəni ki şeydir, hələ özüm də qiymətləri də bilmirəm. Nəçiyədir, nədirsə, yəni qiymət haqqında hələ ki sual verməyiz. Hələ bilmirəm nə var, nə yox. Tam bilmirəm də, yəni ki təxmini bilirəm. İndi göstərim. Niqablı bacılar üçün əsas paltardır burada. Bu heç ümrə üçün gətirilən paltarlardandır. 2 dənə don ümrə üçün ağ paltar zakaz vermişdik. Size göstereyim. Bakız. Bu belə dondu. Enli dondu. Razmer deyəsən standartdır. Materialına yaxından bir dənə çək materialına. Belə güllərlə də qəşəng material sıraz bilinir ki, fərqli bir şeydir də, yəni keyfiyyətsiz bir şey deyil. Bunu belə hələlik qoyun yerinə. Bu da eyni şeydir, sadəcə olaraq üstündə şalı da var, bitişik şaldır. Risunkası belədir amma. Butalar. Sonra bir dənə qəşəng abaya gəlib. Düzdür, qiyməti də qəşəngdir. Mən bildiyimə görə də indi baxaq görək. Belə bir içlik donu var. İndi bunları qəşəng indi ütülənməyib, eləməyib, qırışlıdır da. Ütülənəndən sonra qəşəng olmalıdır. Bu içlik donudur belə. Arxadan belə zamoflu da var. Ondan sonra belə bir abayası da var. Baxız. Bu da razmerdəndir. Bu XL-dir. Səhv eləmirəmsə 2 risunkalı sifariş vermişdik. Biri XL, biri 2XL. Amma o birisi başqa risunkada olmalıdır. Yəni indi mənim əynimdə enli bir şeydir. Enli köynəkdir deyə tam bilinməz. Belə bir şey. İndi geyimimlə uyğun gəlmir də, yəni belə bir şey. Yəni qatlarlandır, qarmoşka kimi. İndi hamısını bu videoda inanmıram göstərə bilək. Bir sumkanı bu videoda göstərərəm. Bir sumkasını isə başqasında. Kaya video. Hani? Sonra bunlar abayalar. Yox, niqablardır. Sadəcə olaraq özümdə heç bunları bilmirəm. Necə taxılır. Biraz fərqlidir. O materialdan var toxum. Bu materialı ilə mənim əynimdəkinin fərqi nə var, necə? Yerlə göy qədər fərq var da. Tamam başqa materialdadır. Sadəcə olaraq bunu bilmədim necə taxılır. Belədir. Belə. Deyəsən hicab kimi başa taxılır. Bu alın hissəsidir. Bu arxadan, bu qabaqdandır da. Bu da iplərlə də içərdən bağlanır. Mən biləm. Uzunluğudur ki, belədir. Bir dənə göstərim. Bunu məncə belədir. Məncə ha, bilmirəm. Bəlkə də hicabdır bu, bilmirəm. Bu da içərdən yəqin ki, bağlanır beləsinə. Uzunluğudakı belə. Amma qalındır. Naziklərdən deyil də. Keyfiyyəti yaxşıdır. Bu deyəsən bilmirəm. Deyəsən bu başqa şeydir, bu başqa şeydir. Dur. Bu da deyəsən uşaq paltarlarıdır. Bu köynəyi uzundur. Şəklini qoyacağım.
Hə, şəklini qoyacağım. Bir dənə telefon cavab verim. Devam edirik. Belə bir köynəkdir. Düzdür, uzundur. Yəni uşaqların bu hissəsinə kimi də başlayırlar. Neçə yaş üçündür? 12 yaş üçündür. 12 yaş üçündür. Qıraqları belə iplə yığıla bilir. Yubkası isə bu da uzun yubkadır. Sadəcə olaraq uşaq üçündür də, yəni. Belə. Bu belədir. Bu isə nədir? Ha, bu da neymiş ki? Qabaq tərəfini göstərir. Belə bir dondu uşaq üçün, amma L razmeri yazılıb, bilmirəm indi neçə yaşa. Yəqin nə bilim 12 yaşa gedər. Belə bir dondu, belində belə ipləndir, ipi bağlamaq üçün. Və belə bir hicabı var hazır. İplə belə. Hazır şəkillərini tapsam əgər, hazır şəkillərini də qoyaram. Yəni keyfiyyəti çox belə yumuşaqdır, qəşəngdir o. Adi belə buradakı materiallardan deyil də. Yəni burada etiketindən də bilinir ki, Misir istehsalıdır. Bir də paçkalarda belə niqablar. Şokolad korobkasına oxşar. Bir də sensor əlcəklər. Bacılar soruşurdu, sensor əlcəklər var. Bizdə olanlar elə də yaxşıları deyil. Bunlar keyfiyyəti başqa cürdür. Yəqin ki, bilənlər bilir, görənlər görür. Yəni, baxız, belə bir materialdadır. Bunu bilməm, nə material gedir bu. Obrislər biraz tiftiklənə bilir bunlar, amma tiftiklənmə şey yoxdur məncə. Mən bilən. Bunların da ki, açıqlarını göstərim. Bu niqabdır. Baxız, belə bir şeydir. Belə bağlanır. Bir də əlavə yanında da belə şal da var. Eyni materialda. Bu budur. Burada yine bundan da var. Bu da deyəsən onun qarasıdır. Bunlar kremdir. Bu ise qarasıdır. Və bunu da göstərim. Bu da niqabdır, amma tək niqabdır. Tək qara niqabdır. Serialdakı yumuşaq. Bu ipsiz kölgəli niqab. Baxız. İpsizdir. Belə. Yəni belə. Hələ ki bunları göstərdim. Bundan sonraki videoda obsidian setkadakı çəkəcəm. Düzdür, indi çəkəcəm onları da. Sadəcə olaraq başqa videoda göstərəcəm. Başqa videoda çəkilişi paylaşacağım da, yəni. Çox sağ olun.